Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Əgər siz də coğrafiya fənnini öyrənməkdə çətinlik çəkirsinizsə, elə isə diqqətlə qulaq asın, sizə bəzi məsləhətlərim olacaq. İlk öncə uşaqlar onu deyim ki, xəritəni öyrənməlisiniz. Əgər deyirsiniz ki, mən xəritə öyrənmək istəmirəm, bu artıq yanlış bir seçimdir. Çünki coğrafiya elminin açarı xəritədən keçir. Xəritəni bildinizsə, sizə coğrafiya çox asan gələcək. Sizə verilən dərsi xəritə ilə birgə öyrənin. Xəritəsiz öyrənilən dərs yadda qalacaq, amma müvəqqəti şəkildə. Bugün dərsə cavab verəcəksiniz, amma sabahki gün nə olacaq? Yaddan çıxacaq. Bu da bizə lazım deyil. Bizə dərsin keyfiyyəti lazımdır ki, mən o dərsdən keyfiyyət əldə edim, nəsə öyrənə bilim. İkinci məsləhətim isə sınaq işləyin uşaqlar. Sınaq sizə dəqiq bir şəkildə hansı mövzunu bilib və hansı mövzunu bilmədiyinizi xatırladacaq ki, sən bu mövzunu bilirsən, bu mövzunu bilmirsən. Üçüncü məsləhətim isə tez-tez təkrar edin. Hamınız hazırlığa gedirsiniz. Çox gözəl. İnşallah hamınız da qəbul olarsınız. Ən gözəl istəklərindən biri budur. Amma ki, gözləməyin ki, hazırlığa getdiyiniz müəllim sizə hər hansı mövzu təkrar elətdirsin. Özünüz vaxtınız olduqda, onsuz da boş vaxtınız olur. Ondan səmərəli şəkildə istifadə edin. Tutam ki, litasferi bitirdiniz, keçdiniz atmosferi. Başlayın litasferi artıq yavaş-yavaş təkrar eləməyə. Uşaqlar, ilk öncə onu deyim sizə ki, İnsanın öz üzərində işləməyə qədər gözəl heç nə ola bilməz. Çünki özün işlədikdə əskiyə bilirsən, məsələn, bilirsən ki, sən bunu yaxşı bilmirsən bu mövzunu. Yəni özünüzə etiraf edə bilirsiniz də ki, məsələn, mən bu mövzunu bilirəm, yoxsa bilmirəm. Bu qədər. Diqqətiniz üçün təşəkkür.